bizim futbolda məşqçilərin əmək haqqısı çox aşağıdır. Uşaq futbolunda məşqçilərin əmək haqqısı çox aşağıdır. Biraz o əmək haqqı qaldırılandan sonra heç bir məşqçi valideyn əlinə baxmaz. İmkanlı valideyn axtarılmaz. Yəni, mən bunu illərlə deyirəm. Bizdə orada ayrı seçkilik var akademiyalarda. Bu imkanlı balasıdırsa, ona tamamilə başqa baxış var, yanaşma var. Bu kasımın balası ona görə bizdə akademiyadır. Çünki imkanının balasından, varının balasından futbolçu yetişmir. Yəni, bu tarixdə bu sübut olunmuş bir məsələdir. Kim ki kasıbdır, o uşaqlardan həmişə gəlir. Çünki bəlkə də bu genetik olaraq kasımın balası istəyir ki, daha özünü göstərsin, ailəsinə də hansısa bir sevinç bəxş eləsin, amma imkanlı balası bir ki, hər şey var. Əyləncəsin gedir də. Hə, yəni o sadəcə olaraq özünü, həyatını belə daha normal, xoş keçməsin keçir, amma kasımın balası hər zaman siz görürsən ki, oxumaqda da, savadda da kasımın balası görürsən ki, hər şey atır ki, universitetə qəbul olsun, amma bu bir tərəfdən görürsən ki, yox, tamamilə hansı yollarla gəlir, görürsən, o da sonra mənə deyəcəklər ki, tərlər çox danışır. Ona görə də bugün bizim akademiyalarda yetişmək yoxdur. Savadlı uşaqların hamısı məhv olur. Və məşqçilərin orada həm savadlarının çoxunun savadı aşağıdır. Çünki tanışlıqla gələni də var. Tanışlıqla işləyən də var. Ona görə də biz daha çox istedadlı futbolçuları itiririk. Dəfələr olub ki, mənimlə mübahisələr olub ki, niyə Azərbaycanda futbolçu yoxdur, yetişmir? Deyirəm ki, günaha, necə oldu əvvəllər yetişdi, indi yetişmədi? Mən özüm Şirvan şəhərində dünyaya gəlmişəm. Mən Şirvan şəhərinə gəlib Bakıda oxuyub Avropa çempionu olmuşam futbol üzrə İstər Yığmasının tərkibində. 90-cı ildə bəli. Arif Əsədov, Sumqayıtdan dünya Avropa çempionudur futbol üzrə. Mənim üçün. Vladislav Qədirov Bakıda yetişib, o da dünya çempiyonudur. Götürək elə Vəli Qasımov, Gəncəli balası idi, Avropa çempionu olsa düz olardı bir balaca prosesdir. Azərbaycanın yetirməsi. Nazım Süleymanov, yardımlı balasıdır, deyirik ki, ya yardımlı. Rusiyada ad çıxarıb. Vəli Qasımov Rusiya çempionatının ilk bombardiridir. 92-ci ildə. Və İspaniya, Portuqaliyada səs var. Bunlar hamısı Azərbaycan. Banişevskinin özünü Azərbaycan yetişdirib. Nə oldu Azərbaycanda bu qədər hələ sadalayarım Yaşar Babayev qardaşları, Adil Yaşar Babayev, Əli Rəhmanov, dahi futbolçu, Bruxtis olsun, Rafiq Mirzəyev olsun, hansı ki, SSR yığmasının kapitanı olub öz yaşlıları arasında. Bizim bizim nə qədər sağlam. Səməd Qurbanov, İskəndər Cavadov, maşallah, hansı ki, səs salıblar da Azərbaycan adına Rusiyada səs salıb. Niyə o vaxt yetişdi, bu indi yoxdur?